Amma məhkəmə günü TED kameradan gətirə bilmirlər. Məhkəmə başlayır, amma TED yoxdur. İlk məhkəmə TED üçün çox uğursuz keçir. Dindirməni özü şəxsən apardığına görə bütün dindirmələrdə lazımsız suallar verir və gərəksiz cavablar alır. Yəni, dolayısıyla işlə birbaşa əlaqəsi olmayan, öz bəhanələrini heç nə ilə əsaslandıra bilməyən bir məhkəmənin sonuna gəlib çıxır və növbəti məhkəmə təyin olunur, artıq şahidlərin dindirilməsi və ekspertiza nəticələrinin nümayiş olunması üçün. Sadəcə vaxta TED etiraz edir. Entirely unprepared to start trial tomorrow morning. They have not even begun to put together the opening statement. They have not begun to decide who's going to be doing what in this trial. They are trying to catch up and not getting anywhere. We started this trial a week ago. We'll schedule opening statements tomorrow morning. Amma hakim bu etirazı rədd edir və deyir ki, məhkəmə bizim müəyyənləşdirdiyimiz vaxta keçiriləcək. TED də qarşılığında deyir ki, onda mənsiz başlayarsınız. We'll be in recess for 10 minutes. We'll start it without me, Your Honor. Everybody Mr. Bundy, sit down, please. Və hakim də belə cavab verir. Biz səndən ötürü darıxacaq. Yəni, sənin bura gəlib gəlməməyin bizim üçün heç nəyi dəyişmir. Məhkəməyə gəlib gəlməməyi əslində TED-in iradəsindən asılı olan bir şey deyil. Nəticədə TED məhkumdur. O hər dəfə kamerasından götürüb gətirirlər zala, sonra yenidən kamerasına qaytarırlar. Amma məhkəmə günü nə olur? TED-i kameradan götürməyə gələndə qıflı aça bilmirlər. Görürlər ki, qıfılın o açar keçirilən boşluğu ki var, həmin boşluğu salfetka ilə doldurub. Açar qıfla keçmir. Məhkəmə başlayıb, hamı yığışıb, hakim gəlib, təqsirləndirilən yoxdur. Hakimə gəlib bildirirlər ki, üzrlü sayın möhtərəm hakim, bir müddət gecikmə olacaq, qıflı aça bilmirik. Və məhkəməni yarım saat yubadırlar, yarım saatdan sonra qıflı açıb TED-i gətirirlər məhkəməyə. Bundan sonra nə olur, hakim necə reaksiya verir və bu hadisədən sonra məhkəmə necə davam edir? Növbəti videoda.